Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb. Məlumata görə hadisə ötən gün rayonun Axaqdərə kəndində baş verir. Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib. Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb. Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir. Əməkdar artist Könül Kərimova nəvəsi Dənizlə fotosunu paylaşıb. Müğənni şəkli Instagram hesabında yerləşir. Qeyd edək ki, Dəniz Könül Kərimovanın qızı Ləmanın övladıdır.